Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ugdeten min lisani yefkahu kavli. Rabbi qad ataytani minel mulku ve allamtani min tahvilil ahadith. Rabbi zidni ilmen ve fehmen ve elhikni bis salihin. Sadakallahul azim. Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü Çiğ Zahan Güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Bu güzel cüme gününün rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşler, bugünkü mevzumuz olmazsa olmaz, ne din yaşanar, ne canımız, ne malımız qalar diye uğrunda canımızı vereceğimiz vətənpərvərlik hakkındadır. Her bir Müslüman, yani insan bu dünyada Allah Azze ve Celle bir meskan salmış. Yarattığı bir kula, insana. Onun yaşadığı, onun doğulduğu, onun göreceği işlerden sonra ve elbette ki insanın içinde olan bütün huslatları, hisleri yaradan Allah'tır. Her bir şey sevgi üzerinde kurulmuştur. Yani yeryüzünde o saha yoktur ki orada sevgi olmasın. Yani istek, sevgi dediğimiz bu hisler, işte ondan da biri, o sevginin olduğu yerde biri vətəndir ki, həqiqətən də bir Müslüman borcudur ki, vətənini müdafiə eləsin, vətənini qorusun. Çünki vətənin, torpağın olmasa sənin nə əzanın olar, nə Quranın olar, nə ibadətin qalır. Və ona görə hər bir Müslüman öz vətənini qorumağı borcudur, vəzifəsidir. Və indi İslam, şəriət dediğimiz İslam buna nə cür qarşılıq verir və İslamda yeri nədir? Çünki biz bu məscid olduğu üçün, kürsü olduğu üçün hər zaman mövzularımızda İslamın baxışı nədir deyə maraqlıdır bizə, hər bir mövzuda. Çünki niyə görə? Bizim hədəfimiz Allah və Rasuldur. Biz Müslümanıq, elhamdülillah. Yəni şükürlər olsun ki, İslam dini universal bir dindir. Baxın qardaşlar, İslam dini universal bir dindir. Yəni bütün gözəlliklər İslamdadır. Hər bir şey İslamda tapa bilərsən. Sadəcə olaraq insan, yəni Adam oğlu onu yaşamadıqca ortaya çıxmaz. O gözəllikləri ortaya çıxmaz. Və o cümlədən Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellemin bu haqda hədis şərifləri var. Səhih Müslim, Buxarda hədis şərifləri var. Onlara toxunacağıq və mövzumuza başlamamışdan əvvəl bilirsiniz ki, artıq sentyabr ayındayıq. Yəni sentyabr ayında 44 günlük savaşın başlanacağı bir günləri yaşamaqdayıq. O anı heç vaxt unutmamalıyıq. Çünki keçmişini unudanın gələcəyi olmaz demişlər. Və başda mövzuma başlamamışdan əvvəl, hədis şəriflərə başlamamışdan əvvəl Rəbbim bütün vətən uğrunda, Quran uğrunda, bayrağı uğrunda, namusu uğrunda vuruşan bütün qardaşlarımıza, bu vətən uğrunda vuruşanlar olan şəhidlərimizə Allah məqamlarını uca eləsin. Və Allah o şəhidlərin ailələrinə səbr ihsan eyləsin. Və o vətən uğrunda vuruşan bütün qazilərimizə şəfa versin. Və unutmayan qardaşlar, bunlar bir vəsilədir təbii ki. Əslində, necə ki, Quran-ı Kərimdə müəyyən bir gecələr var. İstər Qədr gecəsi olsun, Mirac hadisəsi keçir, bilirsiniz ki. Yəni, müəyyən bir hədis şəriflərə, ayətə baxdığımız zaman müəyyən bir dini rituallar var. Onu, məsəl üçün, 3 aylar var deyə, fəzilətli aylar. Orada məqsəd hər zaman nə deyirik biz? O 3 aylarda məqsəd özümüzü bir toparlamaqdır.
özümüzə gəlməkdir bir. Çəki düzən verməkdir. Eynən də bu günlərdə şəhid ailələrini unutmamaqdır. O şəhidlərimizi unutmamaqdır. O xəstə qazilərimizi unutmamaqdır. Bu günlər bizim üçün belə vəsilə olsun. Və ən önəmlisi də başda bu günləri unutmamaq lazımdır ki, hər zaman bir müsəlman olaraq və bir millət olaraq, bir dövlət olaraq güclü olmalıyıq. Bu güclü olmaqda da hər bir vətəndaşın, hər bir müsəlmanların rolu vardır. Hər kəs öz vəzifəsini yerinə, kamil şəkildə vəzifəsini yerinə yetirərsə, o artıq vətənə xidmət etmiş olar. Müsəlmansanmı? Gözəl müsəlman oldasan, gözəl mömin oldasan, əməli salih oldasan. Nə deyir Allah Resulü sallallahu aleyhi ve sellem? Müsəlman, mömin, əlindən və dilindən əmin olan kəsdir. Hər kəsin, yəni bu insanın əməlindən heç vaxt bir ziyan gəlməz deyə bildirəcəksən onu. Bu insan heç vaxt acı söz söyləməz. Bu insan çox mərhəmətli insandır. Onu dedirəcək bir əmələ sahib olmalıyıq. Bax, işte müsəlman budur. Ona görə hər bir halımızda örnək olacağıq. Hər bir vəzifəsində olan insanlar, vəzifəsindən asılı olmayaraq, istər üst vəzifədə olsun, istər orta, istər aşağıda, hər kəs öz vəzifəsini vicdanla yerinə yetirəcəkdir. Və unutmayacaq ki, sən də bir gün öləcəksən, vəzifəsindən asılı olmayaraq insan. O vicdanla əməlinə tətbiq etdiyi zaman, əlbəttə ki, hər şey gözəl olmuş olar. Bütün cəmiyyət də düzəlmiş olar. Ona görə vətənpərvərlik deyəndə tək elə milli dəyərlər düşünməyin. Elə vətənpərvərlik özü mənəvi dəyərlərə də girir. Ona görə bunu gözəl anlayalım, qardaşlar. Və nə dedik? Əlbəttə ki, biz hər zaman bir dini prizmadan yanaşdığımız zaman, Allah Resulullah sallallahu aleyhi ve sellem'in hədislerine baxdığımız zaman baxırıq, görürük ki, həqiqətən də Allah bir quluna vətənini belə sevdirir və o cümlədən də Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem sevdirmiş. Çünki niyə görə? Orada gözəl xatirələri var. Və bu səhnəni hər kəs Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellemin tarixindən, onun filmindən, çəkiliş filmindən və yaxud da ki, onun oxuduğumuz zaman o səhnəni canlandırsa, hamımız görürük ki, Peyğəmbər Efendimiz sallallahu aleyhi ve sellem bilirsiniz ki, Məkkədə çox zülm verilir. İlk İslamın gəldiyi anda Məkkədə müşriklər, kafirlər zülm verir müsəlmanlara. Və nəhayət ki, hicrət əmri gəlir. Məkkədən Mədinəyə hicrət əmri gəlindən sonra Allah Resulü sallallahu aleyhi ve sellem artıq Məkkəni tərk edir. O Məkkəni tərk edəndə o səhnə var ha, Allah Resulü sallallahu aleyhi ve sellem çönür, müəyyən bir yer qət eləyəndən sonra və Məkkəyə hüzünlü baxır. Ey Məkkə deyir, vallahi deyir, səni tərk etməzdim deyir. Bu əlbəttə ki, bizim əziz qardaşlar, bütün dəyərlər imanımıza bağlıdır. Burada dünyalıq deyil məsələsi. Çünki sən orada İslamı yaşamısan bu torpaqda. Sən bu torpaqda əzan oxumusan, sən bu torpaqda Quran oxumusan və özəllə də Allah Resulü sallallahu aleyhi ve sellemə vəhiylə endiyi yer olubdur. Və ilk vəhiylə endiyi yer olubdur. Ona görə bu yöndən, bu prizmadan yanaşdığımız zaman nə etmək lazımdır? Allah Resulü sallallahu aleyhi ve sellem də vətənini sevmiş. Bəli. Bəzən zəif hədislər söyləyirlər. Vətəni sevmək imandandır. Bəzən uydurma deyirlər. Əlbəttə ki, bizim belə deyək, dəlil olaraq söyləyəcəyimiz deyildir. Ola bilər, zəif hədis ola bilər. Amma həqiqətən də, çünki imanın yaşandığı yerdir da vətən. Quranımızın oxuduğumuz yerdir. Ona görə ona sahib çıxmalıyıq. Hər kəsin borcudur. Mənlik deyil, filan kəs belə etdi deyə söyləmək vicdana sığmaz. Həzrəti Ayşə radiyallahu anhə anamızdan nəql edildiyinə görə Həzrəti Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir. Allahım, Buxarıda keçən hədisdir. Allahım, bizlərə Məkkəyi sevdirdiyin kimi ondan da daha çox Mədinəyə sevdir. Baxın, Məkkəyi sevdirdiyin kimi. Demək,
Bunu sevdirən də Allahdır. Allah Azze ve Celle'dir. Ve hamısının da başında ne durur? Senin inancın durur elbette ki. Başka bir hadiste Abdullah İbni Abd Hamr Zuhri radıyallahu anh böyle söylüyor. Resulullah sallallahu aleyhi ve sellem Hazvere deyilen yerde durup böyle buyurduğunu gördüm. Hemen o terk ettiği yer var, hemen Hazvere deyilen yeriymiş. Ey Mekke! Vallahi sen Allah'ın en hayırlı ve Allah'a en sevimli olan bölgesisin. Senden zorla çıkarılmış olmasaydım seni asla terk etmezdim. Allah Resulü sallallahu aleyhi ve sellem başka bir hadis-i şerifinde bilsin ne deyir? Bilirsiniz la, bizim İslam'ın, şeriatın dediği her bir sözün arkasında delil var. Kardeşler. Ve her bir arkasında, sözün arkasında bir hüzün var. Bir yaşantı var. Kur'an-ı Kerim'de hüzünlü inmiştir. Ona göre ne demişler? Ulema. Kur'an'ı hüzünlü okuyun. Kur'an-ı Kerim'i okuyarken hüzünlü okuyun. Yani gülerek değil, böyle şenlenerek değil. Hüzünle okuyun. Çünkü Kur'an hüzünlenmiştir. Kur'an ne azap eziyetler olmuştur orada. Hasıller baş vermiştir. İslam, yani bir elinde yağ, bir elinde bal olarak sahabe yaşamıyor İslam'ı. Canıyla, yani canı pahası yaşayıb İslam'ı. Ve onlar bize emanet etmiş İslam'ı. Onu korumak da bizim borcumuzdur. Ve Allah Resulü sallallahu aleyhi ve sellem başka bir hadis-i şerifte ona toxunmaq istəyirəm. 3 yerin müqəddəs olduğunu söylüyor hadis-i şerifte. Məkkə, Beytül Haram. Medine-i Münevvere, Medine, bir de Mescid-i Aksa. Yeryüzünde 3 müqəddəs torpaq var, yer var. Bilmiş, bu hadis-i şeriftendir. Ve ne deyir? Ey Məkkə! Vallahi sen Allah'ın en hayırlı ve Allah'a en sevimli olan bölgesisin. Bu da vallahidir kelimesinde. Senden zorla çıkarılmış olmasaydım seni asla terk etmezdim dedi. Yani bunu sevdiren Allah'tır. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem bile sevdirir. Həqiqətən de insanın öz vətəni hara getsək bunu herkes yaşayır yani. Hara getsək, ne bileyim, hansısa bir istirahətə getsək, belə Müslüman ölkəsi olsun bile getsək var ha. Bir müddətten sonra deyir burnumuzun ucu görünür artık. Vətəndən ötəri adam bu hisslər gəlir həqiqətən də. Onu sevdirən də Allah'tır. Demək ki Allah sana buranı emanet etmiş. Buranı da sevdirir ki oranı qoruyasan. Sevmədiyin şey nətər qoruya bilərsən? Sevmədiyin necə mühafizə edə bilərsən? Demək ki sevdirən də Allah'tır. Hikməti də budur. Qorumalısın. O bir emanettir. Vətən candır. Vətən namusdur. Vətən dinindir. Bu haqda fəzilətli hədislərə toxunmaq istəyirəm əziz qardaşlar, vətəni növbətində durmaq üçün. Başqa bir hədisdə Salman radiyallahu anh'dan eşitdiyimizə görə Resulullah sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Bu da Müslimdə keçən hədisdir. Bir gün ve bir gecə növbət tutmaq, bir ay oruç tutup geceleri namaz kılmaktan daha hayırlıdır. Eğer kişi növbətdə ölərsə, etməkdə olduğu işin savabı devam eder, rızqı da devam eder ve qəbirdəki sorğu mələklərində də qarşı güvən içində olur. Bu kimlərə aiddir? Vətənin keşində duran əskərə. Bir gün ve bir gecə deyir ha. Bir gün ve bir gecəni deyir hələ. Yani əslində orada duran əskər kimi qoruyur? Namusunu, ailesini, Kur'an'ını, dinini koruyur. Ona göre bakın İslam nəzərindən baktığımız zaman da ne boyda fəzilətdir, əskər olmaq. Bu arada da Allah bütün əskərlərimizi korusun. Allah vətənin keşində duran bütün əskər ve zabitlərimizi muhafaza eylesin. Amin. Ve başka bir hadiste İbn Abbas radıyallahu anh'tan eşittiğimize göre deyir, Abbas radıyallahu anh, Allah Resulü sallallahu aleyhi ve sellem deyir, belə buyurmuştur. İki göz vardır ki, cehennem ateşi onlara toxunmaz. Allah korkusundan ağlayan göz ve gecesini Allah yolunda növbət tutarak keçirən göz. Birinci nedir? Tabii ki insanların gözünden ırak, insanların gözünün görmediği o gece namazı.
Allah Resulü sallallahu aleyhi ve sellem ne kadar ağladı. Ayşe radiyallahu anh anamız deyir ki, ya Resulullah deyir, neden ağlayırsan? Keçmiş ve gelecek günahları bağışlanan bir peygamberden bəhs edirik. Geceleri gözünden yaş. Hatta deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir, gözünde deyir, bu xət var ya, yaş o kadar axır ki, o xət yaranmışdı deyir. Günahı mı var idi Peygamberimizin? Xeyr. Her zaman ümməti üçün ağladı. Miraz gecəsində belə ümmətim dedi. Orada belə özünü qoydu kənara. Neden ağlayırsan deyir. Allah Azze ve Celle Miraz gecəsi deyir bunu. Kur'an-ı Kerim'de Miraz hadisesi var. Onu təfsiri təbii ki, Kur'an'ın təfsiri Resulullah Efendimiz'dir. Neden ağlayırsan? Çünkü bilirsiniz de peygamberlerin içinde Habibim dediği yegane peygamberdir. Hazreti Muhammed sallallahu aleyhi ve sellem. Habib nedir? Hubbuk. Sevgili demektir. Kök oradan gelir. Neden ağlayırsan? Ey Allah'ım, ümmetim için ağlayırım. Korkuram onlar cehenneme gider. Ve ne deyir? Onları bağışladım deyir. Ve gelir təzəndən qayıtdığı zaman tabii ki orada Meyrad hadisəsində 5 vaxt namaz nazil olur bilirsiniz. Yani orada iki şeye deyir söz versinler. Şirk ve bir de kul hakkına gelmesinler mevzlerine. Allah'a şirk meselesi çok hassasdır. Ehtiyatlı olmak lazımdır. Bu şirklerimiz çoktu bizim. Şirki iki yere ayrılır alimler. Elə zənn eləməyin ha. O biri aydın meseledir. Apaçıq Allah'a şirk koşmak başka şeydir. Bir de bizim gizli şirklerimiz var. Nefsini ilah edenleri gördün mü? Ayet kerimesi. Yani elə gizli şirklerimiz var ki otursak ne kadar mevzudur. Fərqində olmadan gizlin əməllərimiz var. Yani ikinci yere alırıq. Allah'ı ikinci yere alırıq. Bəzən seçimimizdə. Ona göre çok hassastır. Bir de kul hakkı. Allah'ın ədalət sifətidir ki, Allah ədalətlidir. Allah kul hakkını kulun üzerine verir. Deyir ki, ona bağışlasan cennete girecektir. Veyahut da günahlara bağışlanacaq. O da Allah'ın ədaletidir. Ona göre şirk ve kul hakkı ile Allah muhafaza etsin, getməmək lazımdır. Nefsini sındır, nefsini zəlil yerine koy, ged onun ayağına yalvar. Sən zülüm etdim, sən haqqa girdim, halallıq ver. Yoksa en dehşetli günü, kıyamet günü vallahi gec olacaqdır. Ne kadar ki sen, bu can sendedir, bu ruh sendedir, bedendedir, gedin halallıq alın. Yoksa gec olacaqdır. Çok çətin gündür kıyamet günü. O məhşər meydanı çok çətin gündür. Herkes özünü cehennemden kurtulmak için hiç kim birbirine feda eləməyəcəkdir. Ana baladan, bala anadan qaçacaqdır. Ona göre nefsini sındır, get, nefsin ağır gelirse, o günü düşün, o dehşetli günü, gedimden halal al. Yani iki şeyden de biri dediğim gibi kul hakkı da çok önemlidir. Her addımımız başı kul hakkı var. O cümleden de vaazımızın ahırında da söyleyeceğiz inşallah. Mescidin həyətindən çölə çıxdığımız zaman, o yolu tuttuğumuz zaman kimse haklı çıxartmasın özünü. Ben namaz kılıram da. Orada maşınların yolunu kəsirsə yolda, orada insanların yolunu kəsirsə o kul hakkıdır. Çok da sen namaz kıl. Sen namaz kılsan özüne. Kardeş o yoldur. Orada mescidin həyəti değil ki haklı olarsan. Bak kul hakkı doludur yani. Saysaq bitmez. Ona göre dikkat edin inşallah. Rabbim bizleri İslam'ı güzel şekilde yaşamalı. Bu fəzilətli hədis şərifləri hayatımızda, halımızda tətbiq eləməyi nəsib eləsin. Rabbim bütün şəhidlərimizə rəhmət eyləsin, məqamlarını uca eyləsin, qazilərimizə şəfa versin. Rabbim vətənimizi, millətimizi, dövlətimizi fitnə və fitnə salacaq insanlardan muhafizə eyləsin. Hilələrdən muhafizə eyləsin. Birliyimizi pozanlara fürsət verməsin.
Amin.